Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir üç sual məsələsi var idi, qurma məsələsi. Bu sualın izahını vermək istəyirdim. Baxın müəllimlər, burada tərəflər işarə olunub, bəs hansı tərəflər xətt çəkib, onlar bir-birinə bərabərdir. Həmçinin bucaqlar qeyd olunub. Biz müəllimlər nə edək? Bu üç bucaq ki var, bu üç bucaq kənarda qurmağa çalışaq. Bunu simmetrik qatlayırıq kənara. Bunu əgər kənarda qursaq, həmçinin bura 10 dərəcə etsə, digər tərəfdə bucaq da olacaq 10 dərəcə. Həmçinin bu biri bucaq olacaq 10 dərəcə. Və simmetrik gəldiyi üçün bərabər tərəflər yenə də bərabər tərəf kimi göstərəcək. Baxın müəllimlər, görün bu tərəflə, baxın bu tərəflə, bu tərəf bir-birinə bərabərdir. Mən dərhal bunu bir üç bucağa tamamlayıram. Görürəm ki, bu üç bucağın yan tərəfləri bərabərdir. Və həmçinin təpə bucağı da 60 dərəcədir. Deməli, bu bərabər yan deyil, həm də bərabər tərəfli üç bucaq imiş. Bərabər tərəfli üç bucaq olduğu üçün bura oldu 60 dərəcə, təpə bucağı 60 verilib. Deməli, buranın da payına düşənəkdə 60 dərəcə. Baxın məmnlər, bu bucaq 70 dərəcə idi. 60 bura düşdüsə, yerdə qaldı 10 dərəcəli bucaq. Düzdür. İndi mənimlə bəlli oldu ki, bizə bu tərəfdə digər tərəflərə bərabər imiş. Yəni, bu bərabər tərəfli üç bucaq imiş. İndi isə mənimlər, baxın. Biz bir ki, əvvəlcə balaca üç bucağa baxın. Bu tərəf 10 dərəcədir bu bucaq. Həmçinin bu bucaq da 10 dərəcədir. 10 üstə 10 gəndə 20 edir. Deməli, bu bucağın payı nə qədər düşür? 180-dən 20 çıxaram, qalar 160 dərəcə. Deməli, bu böyük bucaq 160 dərəcədir. 60 solda varsa, sağ tərəf nə qədər düşür? 100 dərəcə düşəcək. İndi baxın müəllimlər, burada yenə mən bərabər yanlı üç bucaq görəm niyə? Baxın, bu tərəflə bu tərəf bərabər, düzdür. Hansı üç bucaqdan söhbət gedir? Baxın, xəttləyirəm. Bu üç bucaqdan söhbət gedir və bərabər yanlı üç bucaq alınır. Təpə bucağı 100 dərəcədirsə, yan bucaqlar nə qədər olar? 180-dən çıxaram 100, alınar 80 dərəcə, 80-i bölərəm 2-yə, alaram 40 dərəcə. Yan bucaqlar 40 dərəcədir. 10 varsa demək, bura nə düşdü? Bura düşdü 20 dərəcə. Həmçinin bu bucaqların cəmi 40 dərəcə verməlidir burada. 10 var, nə çatmır? 30 çatmır. Deməli, tənliyimiz necə olacaq? 10 üstünə x bərabər 40 dərəcə, x bərabər 30 dərəcəymiş. Doğru cavab 30.